Son illər rayonlardan Bakıya axın olması cəmiyyətdə ciddi sosial-iqtisadi problemlər yaradıb. Paytaxtda əhali sıxlığının artması, bölgələrdə isə iş yerlərinin məhdudluğu bu prosesi daha da sürətləndirib. Prezidentin yerli telekanallara müsahibəsində regionlarda yeni iş yerlərinin yaradılması, xüsusilə Xankəndi və Ağdamda məşğulluğun artırılması məsələsinə toxunması mövzunu yenidən gündəmə gətirib. Bəs rayonlardan Bakıya axının qarşısını almaq üçün hansı addımlar atılır? Bu problemin həlli üçün kompleks yanaşma necə qurulmalıdır? Global Info Aza danışan deputat Azər Allahveranov bildirib ki, bu məsələ hazırda olduqca aktualdır. Şübhəsiz ki, urbanizasiya müəyyən problemlər yaradır. Səbəbi odur ki, regionların sosial-iqtisadi inkişafı üçün əsas şərtlərdən biri yerli əmək ehtiyatlarının mövcudluğudur. Əhalinin kütləvi şəkildə iri şəhərlərə axını baş verdikdə, bölgələrdə sənaye müəssisələrinin yaradılması, istehsalat proseslərinin qurulması və kənd təsərrüfatının inkişafı ciddi çətinliklər üzləşir. Bu sahələrin hər biri bilavasitə kifayət qədər əmək qüvvəsinin cəlb edilməsini tələb edir və əmək resursları olmadan geniş miqyaslı istehsalın təşkili mümkün deyil. Millət vəkili qeyd edib ki, urbanizasiya prosesi Azərbaycanda Sovet dövründən formalaşmağa başlayıb. Müstəqillikdən sonra isə ölkə ərazisinin təxminən 1/5 hissəsi işğal edildi. 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu amil əhalinin iri şəhərlərə, xüsusilə Bakıya üst tutmasını sürətləndirdi və urbanizasiya templərini daha da artırdı. Eyni vaxtda bölgələrdə kənd təsərrüfatında yaranan problemlər və uzun müddət lazımi maliyyə axınlarının təmin olunmaması fermer təsərrüfatlarının inkişafını məhdudlaşdırdı. Bu da insanları məşğulluq imkanları axtarmağa vadar etdi. Xüsusilə 2001-ci ildən sonra Bakıda başlayan tikinti bumu bu prosesi daha da sürətləndirdi. Onlarla yüzlərlə yaşayış binasının eyni vaxtda inşası böyük əmək ehtiyatlarına ehtiyac yaratdı və bu əsasən regionlardan gələn əhali hesabına ödənildi. Nəticədə paytaxtda iqtisadi fəallıq artdı. Bölgələrdən paytaxta axın daha da intensivləşdi və regional inkişafda disbalans yarandı. Azər Allahveranov bildirib ki, hazırda regionların sosial-iqtisadi inkişafı ilə bağlı geniş miqyaslı dövlət strategiyası həyata keçirilir.